Ən sadə izahı ilə, ən sadə tərifi ilə kompüter elektron hesablama maşınıdır. Məlumatı qəbul edir, emal edir, nəticə verir və yaddaşda saxlayır. Təməl prinsip isə ikilik, yəni binary sistem üzərində qurulub. İkilik sistem 0 və 1 kombinasiyasını əsas götürür. Bütün bu sistemin təməlində isə tranzistorlar durur. Bəs tranzistor nədir? Od və təkərdən sonra bəşəriyyətin ən böyük icadı sayılan bu qurğu demək olar bütün mümkün avadanlıqların işləmə mexanizmində əhəmiyyətli rol oynayır. Belə ki, nano ölçülü bu sxemlər elektrik cəryanına komanda verərək onu nəzarətdə saxlayır. Bunu bir növ su kranı kimi də başa düşmək olar. Yəni kran açıq olanda su axır, bağlı olanda su kəsilir. Bu qədər sadə. Nanometr ölçülü və milyardlarla sayı olan bu sxemlər hesablama maşınlarının ən vacib elementi sayılır. Onları mikroskopik elektron açar kimi də təsəvvür edə bilərik. Bu arada bütün bu məlumat, yaxud başqa sözlə data, yəni mətnlər, şəkillər, videolar, proqramlar hamısı 0 və 1-in kombinasiyası əsasında formalaşır. 0 cəryan yoxdur, 1 cəryan var. Bəs niyə 0 və 1? Bunu bir cümlə ilə izah etsək belə bir hal alınır. Fiziki olaraq ən sabit sistem budur. Riyazi cəhətdən ən sadəsi budur. Elektronika üçün ən ucuzu budur. Səhvlərə ən dözümlü sistemdir. Vəssalam.